Salam dostlar. Bu gün sizə MyBitdə auksion barəsində danışacağam. Ümumiyyətlə MyBitdə auksion nədir və necə istifadə olunur? Bu videoda hamının sualına cavab tapacağıq. İlk öncə auksion bildiyimiz kimi bizim saytda qüsursuz işləyir, yəni qeyri-adi heç nə yoxdur. Qoşulması və qiymət təklifi çox rahatdır və daxil qayda qanunlarla işləyir. Sizlər üçün göstərmə məqsədi ilə 2-3 dənə test auksion yaratmışıq. İlk öncə qeydiyyatdan keçirik. Əgər qeydiyyatınız varsa, əlavə qeydiyyata ehtiyac yoxdur. Daha sonra almaq istədiyimiz məhsulu qoşulma haqqı ödəyərək qoşuluruq. Qoşul düyməsini klikləyirik və qabağımıza belə bir məlumat xarakterli mesaj gəlir. Qoşulmaq istəyirsinizsə, əminsiniz, bəli üzərinə klikləyirik. Sizə uyğun ödəniş sistemini seçirik. Bu proses ümumiyyətlə cüzdan və ya kart vasitəsilə olunur. İlk olaraq mən sizə kart vasitəsilə göstərəcəm, daha sonra isə cüzdan vasitəsilə. Deməli, kart məlumatlarımızı yazıb ödənişimizi edirik. Hərəcə uğurlu qoşulduqdan sonra bizə məlumat xarakterli bir mesaj gəlir. Hərəcin statusu dedikdə kimlər qoşulub və nə qədər təklif edib, bunu burada görmək mümkündür. Qiymət təklifi edirik qayda çərçivəsində ən çox bu qədər və yaxud da ən az bu qədər verə bilirik. Yazırıq bura və təklifimizi veririk. Dərhal bizə və qoşulan iştirakçılara xəbərdarlıq məlumatları verilir. Və dostlar, gördüyünüz üzrə burada hərraca hissəsində canlı gedən 3 dənə hərrac var. Və biz heç bir hərraca qoşulmadan həmin hərraca detalına baxa bilərik. Məsələn, baxırıq bu Tefal-Çanik hissəsinə, test olan hissəsinə. Yəni, heç bir məbləğ ödəmədən biz bu hərracın qayda qanununa baxa bilərik. Yəni ki, başlama tarixi, bitmə tarixi, başlanğıc qiyməti, qoşulma haqqı, canlı qoşulma və s. kimi burada qanunlara görə bilirik. Və bu da bizim MyBitdə şəffaflığına asılıdır. Yəni, heç bir məbləğ ödəmədən və yaxud da qoşulma haqqı ödəmədən biz buradakı qayda qanuna baxa bilirik. Və burada gördüyümüz kimi kimlər qoşulub, burada görmək mümkündür. Bu sistem isə qalib təyin olunana kimi davam edir. Qalib isə hərə satın almasının qaydalarına görə ən son yüksək təklif verən şəxsdir. Gördüyümüz kimi çox asan və şəffaf şəkildə keçirilir. İstərsəniz bir neçə hərraca qoşula bilərsiniz. Göstərdiyimiz kimi qoşma limiti yoxdur. Auksion seçimi yoxdur. Təklif zamanı hesabınıza heç bir məbləğ çəkilmir, qoşma haqqından başqa. Növbəti videoda isə qalibdən sonra prosesi göstərəcəm, ödəniş necə olunur.